Samir müəllim, bu gün nə pişirirsən? Bugün Allah qoysa, əvvəla salam hamıya. Allah qoysa şirəli maça edəcəm. Şirəli maça. Həm də cəmaət üçün maraqlı olar da. Quzunun şirəli maçaları. Belə deyək də. Şu, əla. 100% maraqlı olacaq. İndi ocağımızı yandırmışıq, tavamızı yandırmışıq. Aha. Sonraki prosesləri də davam edib göstərərik. Okey, davay başlayaq. Yəni biz meydandayıq. Həri. Bu nədir belə? Bu quzu bulyonudur, hazır. Bulyon. Quzu bulyonu da vuracağıq, qaynanmış Duz, istiyor, quyruq. Duz, istiyor, quyruq. Okey. Hazırlayırıq, sonra yenə davam edərik. Davay. Şu, əlindəkilər nədir? Bu quzu maçalar. Maça. Aha. Yəni mən əlcəksiz işləyirəm. Hamı üzürlü saysında. Yəni biz bayırdayıq. Təbii ki, təbiətin qoynundayıq. Təbiətin qoynunda da yəqin ki, əlcə ilə işləmirlər. Doğrusan mənim fikrim. Ondan da əlavə, yəni bu odun yanında işləyirsən də bu əlcə düz gəlmir. Yəni harda kömür var. Əlin yapışacaq. Hə də yəni bu salat deyil, bir şey deyil, zakuska deyil. Müştərilər üçün tavamız qızı. Maşallah. Aha. Biz balaca buna quzu bulyonundan vuraq, sonra ətlərimizi düzəcəyik tavaya. Okey. Necə məsləhətdir elə də elə. Sən bu işin yəni professionalısın. Sən də tavanı edəcək. Maçalarımızı düzürük. İndi səninlə bir yerdə sayarıq da, görək bura neçə dənə maça gedir. Davay. Bu şirəli maça adı biraz qəliz gəlir, amma özü bir sadə şəkildə bişirilən bir yeməkdir. Şirəli, yəni soçnu da rusuna, düzdür? Şirəli, yəni yox, kleyistir, ustad deyil. Kleyistir. Kleyistir. Şirə, hə, prinsipə, hə. Elə bir deməkdir, ustad. Şirəli. Yəni bizim mətbəxlə də dün yadıma düşdü. Yəni Rusiyadan gələn qonaqlar çox olur. Onlar bizim yeməklərin pərəstişkarları. O heç də yer. Özün bilirsən də Bakı pomidorudur. Bakıda ümumiyyətlə Azərbaycanda yaşayan quzuların, heyvanların ətinin dadıdır. Onların çox xoşuna gəlir və tərifləyirlər. Yeyirlər və ləzzət alırlar. Yəni bizə də çoxlu minnətdarlıqlarını bildirirlər. 100%. Bu belə. Bu belə. Biz saymadıq da bunu Tofiq. Nə? Prinsipə lazımdır ki, nə qədər bir 20 dənə olar? Harca 17-18 dənə. Pişə də. Biz bunu qoyuruq indi. Bu indi qaynamağa, dəmlənir. Dəmləndikcə biz bir də buna soğan vuracağıq. O soğanın şirəsi ilə quzu bulyonun şirəsi qarışacaq. Həmin biz deyimiz onu şirə edəcəyik. Neçə saatda pişər bu? Bu keç pişər, hə? Baxır da bunun bişməyinə. Bunlar da indi maçalardır. Hərəsi təsəvvür edin ki, bir quzudan 4 dənə çıxır. Yəni qabaq qollar arxa qollardan çıxır. Yəni biri tez pişəndə, biri biz onu idarə edirik də, baxırıq. Deməli bunun pişmə prosesi bulyonun içində qaynamaq ifsə qaynayacaq. Biz buna quyruq da vuracağıq. Yəni texnologiyası ifsə. Dənli istiot vuracağıq ona, qara istiotun olmasını. Bir də duz, dədə-baba duzu. İfsə də? Vəssalam, o pişəcək, qaynayacaq, şirəyi düşmə, onun bir momenti var da. O türklər demişəm, püf nöqtəsi var. Yəni o şirəni alandan sonra biz bunu saxlayırıq. Stoplayırsınız. Prinsipə elə belə deyir, atdın qaynatdın. Bu şirəli şəkildə də getməyindən, pişməyindən asılı olmayaraq biz bunu vişnəli maça da veririk. Görsən ki, istəyir. Şabaltlı zirisli maça da veririk. Yəni müştərilər istəyir. Eləsi var ki, müştəri istəyir ki, bunu bir dənə mənim üçün qızardım verin. Yəni biz ona elə bir ki, yarım fabrikat şəklində də istehsala veririk. Yəni müştərilərin sifarişinə uyğun olar. Yasna. Yəni hiss edirsən də bu qaynamaq istəyirsən. Hiss edirəm. Biraz qaynasın, mən buna bulyonu əlavə edəcəm, quyruqlarını. Bir dənə də şey hiss edirəm ki, bu yarım saat yəni pişən deyil. Yox, bunu pişməyi çəkəcək. Çəkəcək. Biz prosesi saxlayıb sonra onu onda ola bilər ki, bu videonu biz yarımçıq eləyərik. Sonra ikinci hissə eləyərəm o, yəni pişəndən sonra. Problem yox. Çünki bu 2 saat, 3 saat qaynamalı. Mən burada qalsam biz bunu elə eləyəcəyik ki, çəkilişi davam eləyək. Хорошо. Всё, bu belə qaldı. Bu belə qaldı. İndi biz bir dənə bunun quyruğunu vuracağıq, soğanını vuracağıq. Biraz qaynasın. Proses budur, başlama prosesi. Proses budur, bildim. Nəticəni də səninlə bir yerdə Allah qoysa çəkər. Acəllə bir dənə eləyərik, Tof görsən də qaynayır bu, yavaş-yavaş. Gördüm, Biz bulyonunu əlavə eləyək bunu. Yəni bundan təbii ocaq dadı gələcək də, Tof. 100%. Bu qara istiotdur, dənli qara istiot. Biraz buna aromat vermək üçün səhv edirik. Biraz da quyruq əlavə eləyək, Tof.
Buyruq. Hə, qoy yağa ərisin, maçaları yağlandırsın. Mən çox danışmıram, mən göstərirəm ki, Tofiq. Yo, danışmaq da lazımdır, Sami usta. Yəni görürsüz də, quşlar demişkən pa küçük, o da bu da. Olunan hamısı, deyim onda ki, quzular hamısı bizim yerli quzulardır. Yəni burada bir dənə donmuş, başqa bir yerdən gəlmiş heyvanatdan istifadə eləmir. Hamısı təzə kəsilmiş heyvanlardır. Bu da bizim duzumuz. Bu indi qaynayacaq, Tofiq. Biz onu qaynama vaxtında da göstərəcəyik sizə. Yəni tamaşaçıların maraqlı gəlmək üçün tamaşaçılara, yəni onun xırda detallarını da deyərik. Nə cür pişir, nə cür şirələnir, yəni şirəsini də göstərərik. Onda ikinci hissədə göstərərik. Videonun ikinci hissəsini. Bratva, bu videonun ikinci hissəsini gözləyin. Əgər maraqlıdırsa. Maraqlı deyilsə, heç bir şey gözləməyin. Yəni kimi maraqlıdırsa, yəni bax. Hə də, maraqlıdırsa like qoyununda pişən yeməkdir bu. Çox ləzzətli olur. Like qoyun, komment yazın. Ürəyiniz nə istəyir yazın. Aşqa tutduzsa yazın. Bəli. Nə sizi maraqlandırırsa, nə xoşunuza gəlmirsə deyin. 100% sən papağından yazacaqlar. Deyəcəklər buna papaqdır, aşpaz papağıdır, bilməm, Türkmenistan papağıdır və s. İndidən sözlər dedim ki, işte onu yazmasınlar da. Yox, papaq Ərəbistandan gəlir. Ərəbistan. Hədiyyə olur mənə. Deyirdin gözləməyəcəksən, amma gördün, vaxt nə tez getdi. Gözlədim ha, 2 saat yarım keçdi. İstəyəcəm çay içdin, gördün, vaxt keçdi. göstərirəm sənə. Aç görək, nə oldu? Şirəli maça. Nə düzəldi? Bunun ətirinə bax, Tofiq. Görürsən? Bax, hamısı necə pişir. Yaxından yəni bunun ətirinə bax, Tofiq. Təbii ətirdir, həm ocağın tüstüsü, həm də ətin öz dadı. Yəni bunu istənilən adam evində, yəni bağı varsa bağında bişirə bilər. Yəni çox gözəl bir yeməkdir. Bu şəkildə də yemək olar. Bu yeməyin sonrakı yəni istehsalatı da ola bilər. Soğanla kimsə qızardıb verə bilər, kimsə turşulu yeyə bilər, kimsə şabalıqlı yeyə bilər zirinclə. Yəni biz bunları veririk. Yəni müştərilər hamısı gələ bilər, bizim bu gözəl təamdan dada bilər. Yəni bu maçanın neçə türü var indi? Vişnəli var. Yox. Vişnəli var, şabalıqlı zirincli var. Bir də şirəli var. Şirəli var. Yəni müştəri necə istəyirsə ona edə bilər. Şirəli belə olur da yəni. Şirəli belə olur. Original. Biraz suyundan, biraz özündən veririk. Şirəsi də görsənir. Xaş da buram. Yəni fikir verirsən, bax bu üzündə qaysaq var. Bu hamısı şirədir. Mən bir yallarım dediyim yadımdan çıxmışdı. Yəni biz deyəmlə uşaqlarda ağsaqqalı göstərək. Salam əleykum ağsaqqal. Kebabçı qardaşımız. Obsi qardaş qaçdı bilməm ya. Bu Ülvi qardaşımızdır. Simpatiyaqa. Bu ikinci simpatik oğlan. Nətərsən qardaş? Adı da bilmirəm. Ülviyə bas, skrita kamera. Tofiq, əli yoxdur burada, amma sənə təklif edirəm da. Yəni bundan sənə yeməkdən verə bilərəm, dada bilərsən. Mən bunu yesəm, kameranı söndürəcəm. Yeməyimiz hələ də qaynayır, bax görürsən. Sən deyirdin bişməyəcək, 5 saata bişəcək. Mən harda bilmirəm. Sən bir stəkan çay içəyim dedim, gəl bax. Elə bildim, xaşdır bu. Qatıq sarımsaqla da yemək olar. O soyutmadır da, soyutmanı yeyirlər. Suyundan bez vurursan, 3 dənə yemək. Nə ilə vurursan ağsaqqal? Yəni buğlama da soyutma. Verirsən məsəl üçün 3 dənə maça verdin. Bir dənə qatıq sarımsaq 2, üçüncü bulyon stəkanda verirsən. Bu olur şəhər qaydasında. Hörmət, izzət, ləzzət. Hoppa. Bir dənə yeməkdən 3 dənə yemək çıxır. 3 dənə asortiment çıxır. Kebabı gözləmirsən, gəlirsən məsələn çörək yemək, 3 dənə soyutma verir mənə. Yeməyin ağzını bağlaya bilərəm da. Ağsaqqal maraqlı söhbət elədi. Tərəqqədə verdin, qatıq sarımsağı, bir də ki bulyonu. 15 dəqiqədən sonra kebab gəlir, 4 dənə yemək çıxır, bir dənə bu. Qəşəng. Eyvallah. Çox maraqlı bir informasiya çıxdı. Tofiq, nə sualın varsa verə bilərsən. Söh, qardaşlar, heç bir şey. Sağ olun. Hamımız da meydandayıq. Bəli, hamımız da meydandayıq. Çox sağ olun. Həcı də buradadır, onu da deyim. Yəni Həcı maraqlanar. Həcı müştərilərin yanındadır. Həcı heç də müştəriləri qarşılayır. Qarşılayır, danışır. Söh, Samir. İnam yaradırıq burada. Səni də yormayım. Çox sağ ol. Sağ ol. Ağsaqqal. Sən də hərdə bir kadrda düş də yəni. Sual vermə, mən cavab verməm. Maraqlı söhbət elədin, nə belə?
Bakinski Mən doğrudan bu formatda. bağışlı mən lapatka ilə al. Ay, 3 dənə yeməkdir. Bir dənə o yeməkdən 4 dənə çıxır. Heç kebabı da gözləmirsən, yeri gəlmir. Dedi doydu qardaş. Buğulama da məsələn maçadır, boynu soyutmasıdır, boynundan gəlir. Oldu Bunlar köhnə yeməklərdir. Allah salamat eləsin. Allah Sənə də ağsaqqal. Sağ ol, sağ ol.